Həm qeyri-adi dadları sevirəm, həm də qutabı çox sevirəm. Ona görə də bu gün ikisinin birləşməsindən sizlər üçün də elə bir qutab hazırladım ki, dadına gəl görəsən. İndi keçək xəmiri hazırlanmasına. Su ilə südü bir qaba alandan sonra üzərinə də un əlavə edib bütün qramlarını hamısını postun altında qeyd edəcəm. Duzun yağında vurdum ventiklə qarışdır. Bu qatılığı görəndən sonra xəmiri qoy qırağa başla göyərtiləri doğramağa. İstəsəniz Holland pendiri və yaxud da ağ brinza və ya feta pendiri də əlavə edə bilərsiniz. Mən bu günləri kəsmini hazırlayacağım. İçərisinə də biraz duzlu, zirinli əlavə edəndən sonra başlayırıq qarışdırmağa. Tavaya biraz kərəyağı vurandan sonra xəmiri içliyini əlavə etdiyi digər üzünə də çevirdiyi göyərti qarışımını da üstünə əlavə edirəm. Bir yanda digər üzünə çevirdim, qutab hazırdır. İki hissəyə bölürəm və aldığım bu xamadan da üzərinə əlavə edirəm. Üzərinə istəsəniz sumaq da vura bilərsiniz və yaxud da kərəyağı. Hər kəsə nuş olsun.